Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahumma salli və səllim və barik alə abdika və rasulika Muhammed və alə alihi və sahbihi əcma'in. Əmmə ba'd. Bugün inşallah bir məsələ haqqında danışacağım və buna çox ehtiyac var ona görə. Çünki bəzi qardaşları çox təəssüflər olsun ki, aldadırlar. O da namazın tərkinin küfür olmasının icma olması. Namazı tərk edən kafirdir və bunun üzərində əhl-i-sünnə icma edib deyənlərə cavab. Xüsusən də qardaşları necə aldadırlar? Səhabələr deyir, icma edib. Yəni, görürsən, bəzilər var, onların içərisində deyir ki, bəli, əhl-i-sünnədə ixtilafdır. Əhl-i-sünnə ixtilaf edib. Bəzi alimlər deyib müsəlmandır, bəzi alimlər deyib kafirdir. Lakin vurğuluyurlar. Deyirlər ki, səhabələr icma edib. Yəni, səhabələr yekdil rəydə olublar. Hamısı ki, namaz qılmayan kafirdir. Buna cavab vermək istəyirəm. Səhabələrin icmasının icma deyənlərə, səhabələr icma edib deyənlərə cavab. Necə cavab? Yəni, buna bir neçə dəfələrlə cavab vermişik və mən də cavab vermişəm. Yəni, dərslər var, mövcuddur və həmçinin tələbələr də, əlhamdülillah, qardaşlar danışıblar, məsələ aydındır. Lakin Şeyxülislam İbn Teymiyyə Rahiməhullahın sözünü zikr edəcəm. Demirsən, qardaş, icmadır, səhabələr namaz qılmayanın tərki haqqında icma ediblər. Hətta əsər də nəql edirlər. Abdullah ibn Şəqiq Rahiməhullahın əsərini, yəni tabiin olub, deyir ki, Peyğəmbərin əshabı, yəni səhabələr namazın tərkində, yəni əməllərin içərisində tək bunu, tək namazı küfür sayırdılar. Yəni icma etmişdilər bunda. Əsər də gətirirlər hələ. Xülasə, yəni danışmağımda məqsəd, yəni o qardaşlar ki var, bu şübhəyə allanırlar, onlar qoy allanmasınlar. Onlar qoy inanmasınlar. Vallahi o insanlar ki qeyd edirlər, o insanlar ki danışırlar, onlar elm əhli deyirlər. Onlar elmdən uzaq düşən insanlardır. Onlar miskin və yazıq insanlardır. Onlar məqsəd yönlü əməl edən insanlardır. Onlar haqdan uzaq düşən insanlardır. Onların qəlbində zeyğ var. O bilmir səhabə nədir, icma nədir, əsər nədir, namazın tərki nədir. Yəni, o belə şeyləri bilmir. O, bir yolu tutub, qardaş, namaz qılmayan kafirdir, vəssalam. Əsər də var, sahabələrdən də nəql olunub, hardansa eşidim indi. Yəni, türk tələbələri qulaq asıb, bu saat moddur. Qıraq yerlərin tələbələrinə qulaq asanlar. Onlardan eşidiblər, ağızdan, oradan, buradan. Və ya türkcə kitab oxuyub, türkcə. Öz dilimizdə də yox, türkcə. Ərəb oxuya bilmir axı. Elmi yoxdur, savadı yoxdur, qabiliyyəti yoxdur, kitab oxusun ərəbcə. Və ya qabiliyyəti, bacarığı yoxdur, Allahın dinini anlasın. Allah da məhrum edib o insanlar fəhmdən. Xülasə, bunu Şeyxülislam İbn Teymiyyə Rahiməhullahın sözlərini nəql edəcəm. Hansı sözləri? Demirsən, səhabələr icma edib, Abdullah bin Şəqiq və ya demirsən, hədis var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bizimlə onlar arasında olan əhd namazdır. Kim tərk edərsə kafir olar. Demirsən bu hədisi. Ümumiyyətlə, yadda saxlayın. Namaz qılmayanı kafir görənlərin dəlilləri 2 və ya 3-dür. Yəni, dəlil yoxdur. 2 məşhur hədisləri var. 2 tutarlı, məşhur dəlil gətirdikləri 2 hədis var. Bir də o sahabə, Abdullah bin Şəqiqin o əsəri ki, sahabələr icma ediblər. Lap olsun 3, lap olsun 4. Yəni, məşhur 2-dir. Yəni, kimi danışdırırsan, danışdırmırsan, qardaş, hardan bildin ki, kafirdir? Bu hədisi deyir. Deyir, bax, Peyğəmbər sallallahu aleyhi və səlləm
Deyir ki, bizimlə onların arasında olan əhd namazdır. Kim tərk edərsə kafir olar. Bunu deyir də qardaş. Deyirsən, hardan bildin ki, sahabələr icma edib? Deyir, əsəri var ki, Abdullah bin Şaqiq rəvayət edir ki, tabiin rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əshabları namazın tərkini küfür sayırdılar. Bunu deyir də qardaş, başqa bir şey var. Nə deyir ki? Başqa bir şey olsa deyərdi onu. Ona görə buna Şeyxülislam İbn Teymiyyə rahimehullah cavab verir. Öz məcmusunda, yəni öz fətavasında. Və mən də fikirləşdim İbn Teymiyyə, yəni öz sözlərim deyil. Yəni kiminsə sözü deyil. Özümdən uydurmamışam. Fətavada Şeyxülislam İbn Teymiyyə rahimehullahın hərf və hərf sözlərini çatdırıram sizlərə. Və Allah Təbaraka və Teala'dan istəyirəm ki, eşidənlər və baxanlar üçün faydalı etsin. Lakin kiminsə qəlbində zeyğ varsa, onlar nəinki bu fətva, yəni nəinki bu dərslə, nəinki İbn Teymiyyanın bu sözündən, heç bir dərslə düzəlməyəcəkdir. Çünki qəlbində zeyğ var. Lakin kim haqqı axtarırsa, məsələni düzgün başa düşmək istəyirsə, Şeyxülislam İbn Teymiyyə rahimehullahın sözü ona bəs edəcək. Namaz qılmayan kafirdir, icma ilə kafirdir, səhabələr bunun üzərində icma ediblər deyənlərə cavab. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, yəni bu söhbət haqqında, bu namaz haqqında, namazın tərki haqqında danışarkən buyurur ki, وَمَتَ اِمْتَنَعَ الرَّجُلُ مِنَ الصَّلَاةِ Nə vaxt ki bir insan, bir kişi namazdan imtina edəcək, qardaşlar diqqətlə qulaq asın, diqqətlə hərf və hərf onun sözünü oxuyuram sizlərə. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, وَمَتَ اِمْتَنَعَ الرَّجُلُ مِنَ الصَّلَاةِ Nə vaxt ki bir insan namazdan imtina edəcək, hətta yuqtəl, hətta öldürülənə kimi. Yəni, öləcək, namaz qılmayacaq. Qardaş, öldür məni, qılmıram namaz. Bu vaxta qədər. Aydın oldu? Hətta yuqtəl, öldürülənə kimi. Yəni, çağırırlar, imtina edir. Çağırırlar, imtina edir. Yəni, namaz qıl, imtina edir. Namaz qıl, imtina edir. Öldürülənə kimi, öldürür, deyir, namaz qıl, öldürürəm səni. Bunda da deyir, imtina etsə, yəni ölümə razıdır, namaza yox. Nə deyir gör İbn Teymiyyə? Ləm yəkun fil batin muqirran bi vücubihə. Bu artıq dəlalət edir ki, o insan içərdə namazın vacibliyinə inanmır, iqrar etmir namazın vacibliyini. Aydındır? Da budursa, da ölümə razıdırsa, namaza razı deyilsə, namazdan ölüm anında da imtina edirsə, deməli, ləm yəkun fil batin, Şeyxülislam deyir, batinində vacibliyinə inanmır ki, içəridə namazın vacibliyinə iqrar etmir ki, namaz qılmır. Ki, hətta ölümə də razıdır. Və həzə kafir bittifaqil muslimin rahimallah deyir. Bu kafirdir deyir. Bütün müsəlmanların ittifaqına görə. Biz də o bütün müsəlmanlar kimi biz də deyirik ki, belə birisi kafirdir, şək yoxdur. Yəni bir adam ki, namaz ölümə razıdır, namaz qılmağa razı deyil, deməli o inanmır. Qəlbində yoxdur iman. Necə Şeyxülislam İbn Teymiyyə deyir, rahimehullah. Hədə kafir bittifaqi el-muslimin. Burası aydındır. Sonra həmin bu sözün ardınca görün nə deyir Şeyxülislam İbn Teymiyyə? Kəmə istəfadatil əthər anis sahabəti bi kufri həzə. Dəqiq nöqtə, incə məqam. Necə ki, bu barədə sahabələrdən əsərlər varid olub. Bu küfür. Namaz qılmayan kafirdir. Hansı namaz qılmayan qeyd etdi. Hansı halda? Bu küfür haqqında səhabələrdən əsərlər varid olub. Nə başa düşdünüz, qardaşlar? Yəni, o səhabələrdən ki, namaz qılmayanın kafir olması haqqında rəylər var, ha?
İndi qeyd edəcək hamısını, Abdullah bin Şəqiqin, o 2 dənə hədisi və s. Yəni, sahabələr ki, deyiblər namaz qılmayan kafirdir. Bax, bu söhbətdən, bu namaz qılmayandan gedir söhbət. Aydın oldu? Hardan bildik? Şeyxülislam ibn Teymiyyə deyir, rahimehullah. Necə deyir? Bi kufri həzə. Kəmə istəfadatil əthar anis-sahabə bi kufri həzə. Belənci birinin, bi kufri həzə bu deməkdir. Belənci birinin nəyin, hansının? Yəni, yuxarıda qeyd etdi. Hətta yuqtəl. Ölür, namazdan imtina edir. Belənci birinin küfrü haqqında sahabələrdən əsərlərdir varid olub. Aydındır? Sonra görün nə deyir? Rahiməhullah. Və dəllət aleyhi ən-nususus sahihə. Və buna səhih nas da dəlalət edin. Bunun üzərinə. Buna nəyə? Bax, bu namaz qılmayanın kafir olmasına fikir ver, ha. Burada heç kimi aldatmırıq. Nas hərif bə hərif oxuyuram. Əgər başa düşməyəcəksənsə, qəlbində zeyği varsa, problem bizdədir, problem səndədir. Ciddi problem var əgər bunu başa düşə bilməyəcəksənsə. Aydındır? Dəllət, kəmə dəllət aleyhin nususus sahihə. Və buna deyir, səhih nas dəlalət edib. Səncə, nədir o nas? Bax, həmin o 2 hədis var, ha. Namaz qılmayanın kafir olması haqqında. İbn Teymiyyə bu 2 hədisi zikr edir. Buyurur ki, kəqavlihi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü kimi. Leysə beynəl abdi və beynəl kufri illə tərkus salət. Qulla küfür arasında yalnız namazı tərk etmək dayanır. Yəni, tərk edərsə kafirdir. Bu hədis var, ha. Ravahu Muslim rivayət hədisi. Bu hədis var, ha. Namazı tərk edərsə. Bu hədisi İbn Teymiyyə hansı namaz qılmayanı tərk edərsə məsələsinə gətirdi. Sual. Qeyd etdi hansı namaz qılmayan. Hətta yoxdur. Ölümə razıdır, namaza yox, imtina edir. Bax, bu namaz qılmayandan gedir söhbət hədisdə. Kimə görə? Şeyxülislam İbn Teymiyyəyə görə. Aydın oldu? Şeyxülislam İbn Teymiyyə fəhmi, onun fəhmi. Bunu deyir ki, bu namaz qılmayana bu hədis dəlalət edir. Yəni, bu hədis ki var, ha, leysə beynəl abdi və beynəl kufri illə tərkus salə. Qulla küfr arasında namaz dayanır. Tərk edərsə, kafir olar. Namazı tərk edərsə, hansı namazı tərk? Necə tərk? Belə tərk, yuxarıda qeyd etdi. Aydındır? Fəhmə bax, Şeyxülislamın fəhmidir. Düzdür, namaz qılmayanı kafir sayanlar var. Tənbəllikdən kafir sayanlar bu hədisi qeyd ediblər ki, kafirdir. Bir neçə alim var. Lakin o tərəfi danışmıram. Şeyxülislam İbn Teymiyyənin fəhmini danışıram, rəyini danışıram, görüşünü danışıram sənə. İbn Teymiyyə deyir bunu. İbn Teymiyyə bu namaz qılmayanı təkfir edirdi. Hansı ki, bunun təkfirində müsəlmanlar deyir, ittifaq eləyib. Biz də bunu deyirik, narahat olma. Ölür, razı olmur, imtina eləyir. Qılmaram deyir. Hətta ölərəm, qılmaram. Bax, buna deyir. Bu barədə deyir, bax, bu hədis dəlalət edir, deyir. Deməli, bu hədisdə qeyd olunan namazın tərki o namazın tərkidir. Sonra görün nə deyir Şeyxülislam İbn Teymiyyə. 2-ci hədisi qeyd edir. Həmin sözün ardınca. Əl-əhdullezî beynənə və beynəhum əs-salə. Fəmən tərakəhə fəqad kəfər. Bizimlə onların arasında olan fərq, bizimlə əl-əhdullezî beynənə və beynəhum. Bizimlə onların arasında olan fərq əs-salə. Namazdır, deyib Peyğəmbər sallallahu aleyhi ve sellem. Fəmən tərakəhə fəqad kəfər. Kim tərk edərsə kafir olar. Tərk edərsə necə? Qılmazsa? Yox. Ölümə razılaşıb qılmazsa. Mənim fəhmimdir. Şeyxülislam İbn Teymiyyə deyir. Bunu tək onu fəhmir. Elə Şeyx Albani rahimehullah da bunu deyirdi. Aydındır? Bu fəhm çıxır. Bu çıxır oradan. Bu namaz qılmayan. Qardaş, mənim fəhmim deyil. Mən başa düşməmişəm bu hədisi. Mənim qabiliyyətimdən irəli gəlməyib bu. Bu Şeyxülislam İbn Teymiyyə rahimehullahın fəhmidir.
Sonra və qavli Abdillah bin Şaqiq. Həmçinin Abdullah bin Şaqiqin sözü. Həmin o deyirlər, sahabələr icma eləyib. Tabiinin sözünü nəql edirlər. Sahabələrdən rəvayət edib. Bir tabiin var, Abdullah bin Şaqiq adında. O rəvayət edir ki, Peyğəmbərin əshabı. Həmin o əsəri İbn Teymiyyə zikr edir bu iki hədisdən sonra. Deyir ki, Abdullah bin Şaqiq rahimehullah buyurur ki, Kənə ashabun nəbi, ashabu Muhammed, la yaravne şeyən minəl ə'məli fi tərkihi kufrun illəs salat. Peyğəmbərin əshabı əməllərin içərisində tərk olunan küfür olmasını yalnız namazı sayırdılar. Əməllərin içərisində, yəni kim tərk edərsə küfür olar. O əməllərin içərisində bir dənə onu namaz sayırdılar. Yəni bir dənə namaz idi ki, onu tərk edən kafir olurdu. Peyğəmbərin əshabında belə idi söhbət. Yəni buradan çıxardırlar ki, sahabələr heç bir əməlin tərkini küfür görmürdülər, tək namazın tərkini küfür görürdülər və bunun üzərində icma etmişdilər. Heç bunu uzatmıram bu söhbəti. Bu əsər səhihdirmi, səhih deyilmi, əsərin mənası, əsərin şərhi, izahı, yəni orada necə olur, yəni söhbətdə bunu uzatmıram. Şeyxülislam İbn Teymiyyə rahimehullah izah verir. Hansı namaz qılmayanı küfür görürdülər sahabələr? Qeyd etdi yuxarıda, hətta yuqtəl. Ölümə razıdır, namaza yox. Bu namazın üzərində deyir Peyğəmbərin əshabı, yəni o namazı qeyd etdi, sonra o əsəri zikr etdi. Deməli, bundan gedir söhbət. Yəni, tabiin deyəndə ki, Peyğəmbərin əshabı, sallallahu aleyhi və səlləm əshabı, namazın tərkində, yalnız namazın tərkini küfür görürdülər, bu tərkini, belə tərk edəni, tənbəllikdən tərk edəni yox. Özü deyir, İbn Teymiyyə deyir, açıq aydın, hətta yox da. Aydındır? Bu söz fətavadadır. Yəni, bunu, yəni bu dərsi verməkdə məqsədim, demək istəyirəm ki, kim ki, namaz qılmayan kafirdir deyir və səhabələrin icmasını nəql edirsə, nəql etsə sənə, bu İbn Teymiyyə sözünü yapışdır ona və yola sal onu. Ver ona, qoy getsin. İbn Teymiyyə fəhmidir. Özümüzdən çıxartmamışıq. Bunu Şeyxülislam İbn Teymiyyə deyir. Hətta vallahi, başqa cür izah edim, başqa yöndən izah edim. Şərh Umdədə Şeyxülislam İbn Teymiyyə, yəni Şeyxülislam İbn Teymiyyə. Nəyə görə İbn Teymiyyadən zikr edirəm? Çünki yer qalmasın. Çünki bəzilərinə deyirsən ki, filan alim deyir, müasirlərdən və s. Görürsən, bəzilər mız qoyur. Xoşuna gəlmir bunu. O alim deyil. Onun danışmaq ixtiyarı yoxdur. O qorxur. Və məsələn, ikrah altındadır. Var. Bu cürünə, bəzi miskin insanlar bu cürünə yanaşırlar. Şeyxülislam İbn Teymiyyə ikrah altındadır. Qorxur. Alim deyil. Ona görə İbn Teymiyyadən zikr edirəm ki, söz qalmasın qoy. Şərh Umdədə, səhv eləməmsə 4-cü cildində, Şərh Umdədə. Orada İbn Battanın sözünü nəql edir Şeyxülislam İbn Teymiyyə rahimehullah. Deyir ki, ennəs-salə, yəni bu məsələnin başqa yöndən izahıdır. Diqqətlə fikir verin. Ennəs-salə əməl min ə'məlil cəvarih. Belə də deyir. Namaz bədən üzvlərinin əməllərindən bir əməldir. Namaz bədən üzvlərinin əməllərindən bir əməldir. Bəli. Bədən üzvlərinin əməlləri çoxdur. Yəni əməllər çoxdur. Bədən üzvlərinin əməlləri çoxdur. Kəsairil əməl deyir. Namaz da kəsairil əməlil məfruda. Belə deyir vallah. Digər fərz əməllər var ha. Bədən üzvlərinin əməlləri var. Yəni fərz əməlləri var. O fərz əməllərdən biri də namazdır. Deyir ki, min usuli əhli sünnə, belə də deyir vallah. Usuldur deyir. Min usuli əhli sünnəti vəl cəmaə, əhli sünnə vəl cəmaənin üsulundan,
biri də odur ki, qayda, usul, dirək. Bu, sən biləsin məsələ deyil, qardaş. Sənin başın üçün deyil, girişmə. Girişəcəksən, batacaqsan, başa düşə bilməyəcəksən. Yəni, sənin əgər başın üçün deyilsə, kənarda deyən. Kim bilir, onlar danışsın. Min usul, sən nə bilirsən ki, əhl-i-sünnə üsul başı nədir? Furu nədir? Əhkam nədir? Qayda nədir? Əsaslar nədir? Nə bilirsən ki sən? Bunu bilməyən adam bunu da bilməyəcək. Normaldır bu. Min usuli əhl-i-sünnəti vəl-cəmaə. Əhl-i-sünnənin üsulundan odur ki, deyir. Bunu Şərh-ül Ümrədə deyir. Şeyxülislam İbn Teymiyyə İbn Battadan rivayət edir. Onun sözünü zikr edir. Əhl-i-sünnənin üsulundan biri odur ki, onlar əməllə İslamdan çıxartmırlar. Əməllə İslamdan çıxartmırlar. Bi xilafil xavaric. Belə də deyir. Xavariclərə müxalif olaraq. Xavariclərin əksi olaraq. Yəni, xavariclər çıxardırlar əməldən. Əməl etməni kafirsən. Vəssalam. Xavariclərə müxalif olaraq deyir. Əməllə İslamdan çıxartmırlar. Əhl-i sünnənin üsuludur. Yəni, bu məsələdən gedir ha, söhbət. Yəni, fərzlərdən. Yəni, fərzlərin içərisindən. Yəni, o demək deyil, əhl-i sünnə. Yəni, əməl, yəni, heç bir, yəni, belə bir əməl yoxdur ki, onu etdin, çıxırsan İslamdan. Yəni, düzgün anlamaq lazım bu sözü. Yəni, söhbət, bu fərzlər var ha. Bədən üzvlərinin əməlləri var ha. Əməllər ki, edirik, fərz əməllər. Bu fərz əməllərin içərisində, namaz da fərzdə, namaz da ərkanul İslam var ha. Namaz, zəkat, oruc, həc. Fərz əməllərdir. Bədən üzvləri əməllərin içərisində bu ərkanul İslam da bura daxildir. Namaz da deyil. O əməllərdən bir əməl, fərzlərdən bir fərzdir. Elə deyil, elə deyil. Və deyir, əhl-i-sünnə bu əməllərdən, yəni bundan gedir söhbət, fərzlərdən gedir söhbət. Söhbət fərzlərdən gedir. Düzgün anlayın. Yəni, qeyd edirəm ki, biləsən. Bu əməllərdən tərk edəni, yəni mücərrəd tərk etdi. Bu əməl idi, əməli eləmədi. Çıxartmırlar İslamdan. Üsul da əhl-i-sünnə üsuludur. Bi xilafil xavaric. Xavariclərə əks olaraq, subhanallah. Deyəndə ki, xavaricsiz gözlərini döyürlər. Yəni, xavarici buynuz olmur ki, xavaricsən də qardaş. Çıxardırsansa xavaricsən. Çıxartmır əhl-i-sünnə, əməllə. İnnəməl kufur. Orada deyir, şərhunda da vallahi, innəməl kufur bil-i'tiqadət. Küfür etiqadlardan olur. Yəni, bu fərz əməllərindən birini etməsən, fərz əməllərindən, namaz qılmadın, ola bilərsən kafir. Həcc eləmədin, ola bilərsən kafir. Zəkat vermədin, bu əməllər də bədən üzvünün fərz olan əməllər. Eləmədin, ola bilərsən kafir. Yəni, mücərrəd sadəcə tərk eləməklə yox. Yəni, zəkat idi vermədin. Kafir oldun, yox. Amma kafir ola bilərsən. Ennəl kufur bil-i'tiqadə, yəni küfür. Ola bilər o, əməli tərk etmək. Lakin etiqadla, istihlal görməyinlə halal saysan, etiqad etməsən, misal üçün vacibliyinə. Belə olur kafir. Bu, min usul əhl-i sünnədir bu. Əhl-i sünnə üsuludur. Bu, bizdə üsuldur, qardaş. Sənlik deyil, girmə. Aydındır? Əhl-i sünnə fərz əməllərin içərisindən əməllərin tərkini, fərz əməllər ki var, hansı ki, bədən üzvlərin əməllərini tərk edəni İslamdan çıxartmırlar. Bu üsuldur. O əməllərin içərisində namaz da daxildir. Kimsə cəsarət edib namazı və ərkanul İslamı istisna etmək istəyirsə, dəli etsin, qayda etsin. Qayda, əsas, böyük, mühkəm bir şey zikr etsin ki, aydın olsun bizə. Heç kim çıxarda bilməz, heç kim istisna edə bilməz. Hamısı ona daxildir. Aydın oldu? Yəni, əhl-i sünnədə görə əməlləri tərk etmək, bədən üzvlərinin əməllərini tərk etsən, namaz da ondandır. Fərz əməlləri tərk etsən, kafir olmursan. Üsul da əhl-i sünnə üsulundandır. Mücərrəd, yəni, əməl eləmədin. Yəni, hansı əməli eləməsən, kafir olursan ki? Sual. Yoxdur əhl-i sünnədə. Qardaş, bu alim rəyi deyil bu. Mən əhl-i sünnə adından deyirəm bunu. Bu əhl-i sünnə üsuldur. Hansı əməl? Ki, bu əməl eləməsən, kafirsən.
Quran oxumasan kafirsən və ya misal üçün sədəqə verməsən kafirsən. Əməllər də və ya fərz əməllər. Zəkat verməsən kafirsən. Həcc eləmədin. Pulun var, imkanın var, həcc eləməsən kafirsən. Yoxdur əhl-i sünnədə. Fərz əməllər. Hansı istəyirsən say. Namaz onun içindədir. Amma kafir ola bilirsən. Əməl etməməkdən yox ha. Əməl etmirsən, həm o içərdə halal saysan, etiqad eləməsən vacibliyinə. Qılmıram. Yəni namaz qılmırsa, tərk edibsə. Namazın vacibliyini iqrar etməyib qılmırsa, etmir də, deyir namaz vacib deyil. Onda kafir olur. Amma yox desə namaz vacibdir. Qılınmalıdır. Allahın əmridir və s. Qılmır tənbəllikdən. Bu kafir deyir, deyir əhl-i sünnə üsuludur deyir. Aydındır? Bundan yer söhbət. Və bu məsələni də yəni qıraq olaraq qeyd etdim. Yəni bu çox mühümdür yəni. Yəni çox dərinə getmirəm. Nə ola bilsin yəni bəzi qardaşlara yəni çətin olsun anlamaq, lakin yəni bu məsələ bu yerdədir. Sadəcə yəni çatdırmaq istədiyim o idi ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah səhabələrin icması var, nəql edirlər hansı ki, namaz qılmayan kafir icma ilə. Bax o icmanı belə yazır. Belə başa düşür, belə anlayıb. Bu namaz qılmayanı deyir. Deyir onlar buna aid edirdilər. Sən kimə aid edirsən bilmirəm. Şeyxülislam İbn Teymiyyə rahimehullah buna aid edirdi. Aydındır? Bununla kifayətlənirəm və Allah subhanahu və teala'dan istəyirəm ki, eşidənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.